Bassanov Sport Infoaz. Sami mən təbrik edirəm qələbə münasibəti ilə. Tablodakı rəqəmlər bol olsun, çox olsun. Sami mən Abubakarın 3-cü qolundan sonra bir jestiniz var. CBC Sportun kameralarına düşür. Əliniz ağzınızda, gözləriniz yol çəkir Abubakara baxa-baxa. Nə danışırdınız orada içinizdə? 3-cü qol? Abubakarın 2-ci qolu, belə sizin 3-cü qol. Orada müzakirə edirdik o toxunuş, o klası vurmağınca müzakirə edirdik ki, yəni öz-özümüz necə deyirdik, vurulan qola sevinirdik. Bu haqda danışırdıq, böyle bir şey yox idi. Ümumiyyətlə Abubakarla bağlı indi ən çox müzakirə olunan mövzudur. 2 oyunda 3 qol, 1 asist həqiqətən çox yaxşı göstəricidir. Neftçi üçün, Neftçi adına, məhsuldarlıq adına. İçinizdə o his varmı ki, bu çoxdan gələrdi? Və ya da sual varmı ki, biz bunu niyə vaxtında gətirmədik, çempionat başlamamış gəlmədi? Yox, vaxtında gətirə bilməzdik. Vaxtında Abubakar söhbəti yox idi. Vaxtında Abubakar söhbəti var idisə, biz üçün əl çatmaz idi. Əgər vaxtında da, bəli, bu nəinki Abubakar səviyyəsində futbolçular, təcrübəli o. Yəni, nə qədər də bu günləri Neftçi klubu rəhbərliyi alqışlayırıqsa, yəni Abubakarı gətirdiyinə görə, o çapdı futbolçunu gətirdiyinə görə, yəni bu günləri beləncə futbolçular üçün, yəni Azərbaycan futbolu, Azərbaycan liqası, yəni can atan, ürək atan yer deyil də. Bu bir vaxt, bir zaman lazımdır ki, beləncə oyuncuları yaxalayasın. Və onun üçün də demişəm, bu tipli futbolçular həmişə biz üçün gec transfer, baş tutan transferlərdən alınırsa alınır. Yəni bu günləri, amma mən sırf adın üstündə dayanmağının biraz əleyhinəyəm. Yəni bu bir xoşal deyil biz üçün də. Yəni bu günləri məncə bütün futbolçular oynayır. Yəni əgər bölgü aparsaq, məsəl üçün də, mən şəxsən bölgü aparmazdım. Düzdür, mən bu komandanın baş məşqçiyəm, amma digər futbolçular elədiklərini də görürəm. Yəni, həm də ki, Abubakarın elədiyin onun adıyla biz, yəni Abubakarı gətirmişik deyə, bunu da istəmirəm ki, yəni bunun da üzərində dursun. Bizə hücumçu, bizə bitirici lazım idi. Biz bitirici hücumçu gətirmişik. Yəni, işinlərimizi də anlada bilmirəm, yəqin çalışıram, amma biz sırf Abubakarın dalınca qaçmamışıq da. Bizim axtardığımız bitirici, ad axtarmamışıq da, bitirici, ştrafnoyun içində bir toxunuşla deyim, klasını qoyan futbolçu axtarmışıq. İnandırıram sizə, yetərincə həmən ərəfədə adlar da var idi, amma ən idealını, ən yaxşısını biz üçün seçmişik və onu gətirmişik. Mən də təbrik edirəm Sami. 2 sualım var idi. Təbii ki, Neftçi adına və çempionatdakı vəziyyətini nəzərə alsaq, kubok prioritet olmalıdır. Setkanıza baxanda perspektivi necə dəyərləndirirsiniz? Nə dərəcədə çətindir? Ümumiyyətlə, biz üçün həmişə kubok çətin olub. Şəxsən mən üçün, özüm üçün də biraz çətin olub bu turnir. Amma biz elə komandayıq ki, biz üçün prioritet yoxdur da, biz üçün hər oyun həftə sonu gələn oyun prioritetdir. Yəni, hər ikisindən də yapışacağıq, baxmayaraq ki, bu çətindir. Setka, inandırım sizə, yəni deyirəm, biz üçün setka kim düşdü, kim düşmədi, o önəmli deyil. Biz önəmli deyil deyəndə ki, doğrudan da önəmli deyilik də. Biz həftə sonu ya kubokda oynadığımız oyun, bu biz üçün udmaq, məcburiyyət, udmaq lazım olan oyundur. Başa düşürsünüz? Yəni, 2 aydan sonra kimlə oynayacağıq, bu biz üçün rahatdır, onu keçərsə filan şey olacaq deyə bizdə belə şey yoxdur. Bu klubda ümumiyyətlə belə şey olmayıb. Bəlkə hansısa digər klublarda, məsəl üçün də, yenə də deyirəm, Sumqayıtda işləyəndə fikirləşirdin ki, bütün gücünü ver buna, bu biraz asant görünür. Məsəl üçün, Qarabağ deyil də, Sumqayıtda işləyən. Ona bir oyundan asılıdır, tuta bilər, amma burada əsla belə deyil. Yəni, hər oyun biz üçün vacibliyini anlayırıq, bu təzyiqi də hiss eləyirik və fərqi yoxdur kimlə oynayaq. İkinci, Abubakarın gəlişindən sonra Sambunun psixoloji durumu necədir? Yəni, harca depressiv vəziyyətdədirmi ki, istənə halda mən 2-ci nömrə olacağım? Yox, əksinə çox əladır, çox əladır. Yəni, biz həmişə pis tərəfini istəyirik analiz eləyə çıxardaq. Amma yaxşı tərəfə də odur ki, Sambo Abubakara konkurentdir. O nə qədər özündə motivasiya verir də bu insana, başa düşürsünüz. Bu ən yaxşı tərəfdir və mən də bunu görürəm Abubakar, Sambuda.
Təbrik edirəm. Sağ ol. Biz oyun gedən vaxtı biz elə canlı yayımdaydıq. Mən ilk hissə bitəndən sonra dedim ki, yəqin düşünürəm ki, Mustafa Sek çıxacaq, əvəzlənəcək və üçlü müdafiə sisteminə keçəcək Samir Abbasov. Elə də oldu, üst-üstə düşdü orada. Buna zəmin yaradan ehtiyat oyunçular skamyasında ümumiyyətlə cinah müdafiəçinin olmaması idi. Siz nə düşünürsünüz? İndi əldəki heyətlə ümumiyyətlə Neftçi önümüzdəki bu mövsüm ərzində üçlü yoxsa dördlü müdafiə xətti daha uyğundur bu oyunçulara? Mustafa Sek ad üstündə durmağı siz də xoşlamırsınız. Aydın məsələ ki, sizin də gətirdiyiniz bir oyunçu deyil. Amma potensialının çox aşağısındadır. Və ikinci elə bununla bağlı bir sualım var. Heyətdəki digər oyunçular qış fasiləsində aydın məsələ ki, güclü, yaxşı oyunçu tapmaq, almaq çətin olur. Heyətdəki bəzi oyunçulardan, mövqeyi fərqli olan oyunçulardan sol cinah müdafiəçisinə çevirmə ağlınızda belə bir adamlar var ki, onun üstündə məsələn Ortiz Murad Məmmədov sol ayaqlı da ola bilər. Bu üçlü məsələsinə gələndə Seki düz vurğuladı. Ümumiyyətlə Rasim oyundan əvvəl Sek oynama planda yox idi. Yəni sadəcə Murad Xaçayevin zədələnməsi, ayağı şişib zədələnməsi biraz planları pozdu. Yəni fikirləşirdi ki, Sekə də istirahət verək, daim oynayan oyunçudur. Bu format məsələsinə 3-lü, 4-lü bu hər şey ola bilər, amma danlı moment durduğumuz elə 4-lüdür. 4-lü necə bundan əvvəl oynayırdıq. Düzdür, çempionatı başlayanda birinci oyun, onu da danışmışıq, 3-lü ilə başladıq, amma hər şey ola bilər, dəyişikliklərə də gedə bilərik. Bu tək qış sporunda o cinah müdafiə, qış sporunda yox, hətta məşqlərdə oynadığımız oyunlarda, məsələn, son 10 dəqiqəni, son 2 tərəfli oyunları deyirəm, bu milli pauzasında ən çox ikinci heyətimizlə oynadıq da, 2 dəfə dalbadal məsələn. Bundan əvvəlki sentyabr pauzasında, oktyabr, yenə noyabrda da oynayacaq. Orada da belə 10 dəqiqə, 15 dəqiqə digər oyunçuları orada yoxlayırıq ki, Allah eləməsin, nəsə ola bilər. Mən o qədər. Başqa sual yoxdursa, bu sual olacaq. 2 dənə sualım olacaq. Deməli, Moyuk kimi komandadan 2 dənə top buraxdınız. Hesab 3-2 olanda Moyukun da kifayət qədər momentləri oldu. Baxmayaraq ki, rəqib birinci liqa komandasıdır. Amma belə deyək də, nəzərə alaq ki, Moyuk da birinci liqada ortabablardan biridir. Yəni, belə çox yüksək yerlərə iddialı komanda deyil. Və Neftçi kimi komandanın 2 top buraxması və kifayət qədər rəqibə şans verməsi belə deməyə əsas verirmi ki, komandaya əslində hücum xəttinə transfer yox, müdafiə və qapı xəttinə transfer edilməli idi. Məsələn, deyək, Abbaqar kimi oyunçunun, məsələn, deyək, o formada bir səviyyəli oyunçunun müdafiə və qapı xəttinə transfer edilsə daha yaxşı olardı. Yox. Bu oyun onu göstərdi Ardası. İnanın mənə, bu oyun bir komandanın, Neftçinin də, indi biz özümüzdən də bir göstərici deyil də. Göstərici deyil ki, nələrisə bu oyundan çıxarasan, analiz eləyəsən, bizə bu oyuncu lazımdır, bunu düzəl. Ümumiyyətlə, bu oyunlara oyuncunu motivasiya eləmək çox çətindir. Nələr istəyirsən danış, təsəvvür elə ki, burada oturan futbolçularda danış. Futbolçunun içindən gələn bir şey də var ki, ona tək o özü cavabdehdir. Onlar da mən başa düşürəm ki, həddindən artıq çətin də onlar üçün motivasiya olmaq. Bu cür oyunlarda daim hücumu fikirləşirsən, hücumlarda nə eləsən, hətta müdafiənin bütün oyunçuları da, məsəl üçün, Zadni Zaşitniklər, mərkəz bir yaxşı pas versin, aradan kəssin. Onlar düşünün, sənin qapı hücum olanda belə zədəsiz, xətasız o həmən Palajenyadan çıxsın. Mən bunları anlayıram. Yəni, bu günləri 2 gol yedik, əlbəttə ki, yaxşı deyil deyəndə ki, biz necə ürək açan bir şey deyil, amma nə mən bunun üzərində yanacam, orada baxmayaraq ki, səhvlər var idi. Çünki mən %100 bilirəm ki, həmən oyuncular digər oyunda bunu eləməzlər. Yəni, bunu eləməzlər. Bu biraz boşluqdan irəli gələn bir şeydir. Bu da normal da deyə bilmirəm. Adama deyərlər ki, gol buraxmır, burada nə normal var. Amma futbolçuları anlayıram. Mən əminəm ki, Igor kimi futbolçu elə bir şeylər eləməz. Yəni, bu günləri və düşünmürük ki, bütün transferləri yavaş-yavaş da eləsə son transferlər. Məsələn, Meyçunun, Abubakarın gəlməyi və daim transfer, yəni həmən departamentimiz var, çox gözəl işləyən departamentimiz var ki, gündə, bax, açığı deyirəm, bura gəlməmişdən, bu Moyukla oyuna gəlməmişdən qabaq, biz çağırmışdılar, otaqda oyunçulara baxırdıq. Yəni, yanmamışıq və daima skautlarımız hər bir ölkəyə gedirlər. İndi bunu məlumat verməsə də, amma uşaqların haqqını yeməyə işləyirlər. Yəni, biz
transferi, ay qışda hökmən transfer lazımdır, yox. Uzun müddətli işə görə qururuq işlərimizi və daim axtarışdayıq. Yəni bu günləri hökmən 2 dənə səhv elədi. Qışda bizə mərkəz müdafiəçi lazım deyil. Biz belə iş qurmuruq. İnşallah hər tərəfli güclənmək istəyirik. Bir də Rıza Cəfərovla bağlı sual verəcəm. Qısa da cavab verə bilərsiniz. Sosial şəbəkədə açıqlama yaydı. Bu gün də gözlənilir ki, bəlkə Kənan Piriçin yerinə o oynadılar, oynadılmadı. Demək olar, klubla futbolçu arasında münasibətlər pozulub, yoxsa hansı formadadır münasibətlər? Yox, bizim Rıza ilə ümumiyyətlə münasibətimiz niyə pozulsun ki? Məncə yetərincə keçən dəfə Qəbələdə bu suala cavab verdim. Həddindən artıq yaxşı rəqabətimiz var və bizim məqsədimiz nədir? Həmən 3 dənə qapıçını daim formada, daim oynayacaq vəziyyətdə saxlayaq, biz də bunu eləyirik. Mən açığı bu sosial şəbəkələrdən uzaq bir adamam. Mənə nə informasiya versə bizdə Rüstəm verir, amma bu vaxta kimi də elə belə informasiya verməyib, ya gecikib, ya özünün də bilmirəm, bilirsən ya yox, ya da bəlkə oyundan sonraya saxladı ki, versin. Amma yəni deyirəm, versə də belə, yəni bunun üzərində dayanmırıq. Mən əsas odur ki, 3 dənə yaxşı qapıçımız var. Bizim oyuncumuzdur, bizim getirməmizdir. Bəli.